19-25 yanvar aralığı həftəlik ən düz proqnozu. Qoç, bu həftə iş və pul mövzuları ön plandadır. Gözlənilməz bir fürsət çıxa bilər. Tələsmədən qərar verin. Sevgi həyatında isə açıq danışıq rahatlıq gətirəcək. Buğa, sizin üçün şanslı həftədir. Maddi baxımdan irəliləyiş, borcların bağlanması mümkündür. Ailə ilə bağlı sevindirici xəbər ala bilərsiniz. Əkizlər, həftə biraz qarışıq başlasa da sonu çox yaxşı olacaq. Yeni tanışlıq və ya iş təklifi gündəmə gələ bilər. Sözlərinizə diqqət edin. Xərçəng, pul məsələlərində diqqətli olun. Lazımsız xərclərdən uzaq durun. Sevgi həyatında isə barış və yaxınlaşma görünür. Şir, bu həftə sizin üçün parlama vaxtıdır. İşdə yüksəliş, diqqət mərkəzində olmaq mümkündür. Ancaq təkəbbürdən uzaq durun. Qız, planlarınız yavaş-yavaş gerçəkləşir. Səbirli olun. Sağlamlıq və istirahət mövzusu önə çıxır. Kiçik pul girişi var. Tərəzi, sevgi və münasibətlərdə qərar həftəsidir. Keçmişdən biri yenidən ortaya çıxa bilər. Maliyyədə sabitlik başlayır. Əqrəb, gizli qalan mövzular üzə çıxa bilər. Duygusal olaraq güclü olacaqsınız. Pul və işdə sürpriz inkişaf var. Oxatan, yeni ideyalar, yeni yollar. Bu həftə risk alsanız qazanc əldə edə bilərsiniz. Səyahət və ya dəyişiklik ehtimalı yüksəkdir. Oğlaq, əmək verdiyiniz işlərin bəhrəsini görürsünüz. Rəhbərlikdən dəstək ala bilərsiniz. Maddi rahatlama başlayır. Dolça, həftə sizin üçün yenilik həftəsidir. Yeni qərar, yeni plan, hətta yeni iş mümkündür. Sevgidə sürpriz var. Balıq, duyğularınız güclənir, intuisiyanıza güvənin. Pul məsələsində gözlənilməz xəbər sizi sevindirə bilər.